realist olaq. Bura Azərbaycandır. Nə bilim, könüllüləri istismar edirlər, sizi hambal iş kimi işlədirlər. Geri saldığın insanları fikirləşirəm. Xoşun gəlmişsə keçməyə də bilərsən. Heç kim gəlib səni işə almır. Həmin insana xoş rəftar eləyəndə onun aqressiyasına o daha da əsəbləşəcək. Salamlar, hər vaxtınız xeyir olsun. Mən Elkin Rəsulzadə, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə danışacağımız mövzu insanların ən çox maraqlandığı mövzulardan biridir. Hansı ki, biznes karyerasında və ya şəxsi həyatında özünü inkişaf etdirmək istəyən insanlara könüllü təşkilatları, o müqəddəs yerlər nə qədər dəstək olurlar. Bu mövzuda araşdırmalarımı elədikdən sonra bunu ən yaxşı şəkildə insanlara çatdırmaq üçün əvvəllər məndən qat-qat daha çox könüllü təşkilatlarında iştirak edərək təcrübələr toplamış Ayşə Sadıqzadə yanımızdadır. Dostlar, hər kəsə salam. Əvvəlcə ilkinə təşəkkürümü bildirirəm ki, məni YouTube kanalına dəvət etdi, uyğun gördü. Mən özümü tanıtmaq istəsəm, gələcək həyatı üçün əzmlə çalışan, bir çox könüllü fəaliyyətlərində iştirak edən 18 yaşlı Azərbaycanlı gəncəm. Və öz beləliklə əlavə olaraq kontent yaradıcılığına məşğulam. Yəni ki, getdiyim könüllülüklərə video çəkərək insanları maarifləndirmək üçün blog hesabıma yerləşdirirəm. Beləliklə bizə suallar verilərək ilkinin mövqeyi və mənim mövqeyimdən baxış bucağımıza əsaslanaraq o suallara cavablarımızı sizlərə yönləndirəcəyik. Açığı ən başdan belə təkziblə başlamaq kimi olmasın. Könüllü təşkilatlarına yaxşı bir aktivitə kimi baxsam da gənclərin vaxtını keçirməsi üçün bir yerdən sonra bunun ciddi bir şəkildə geri saldığını insanlar fikirləşirəm. Lakin indi suallardan daha çox qərarımızı verəcəyik. Ayşə də ki, mənim tam tərsini fikirləşdiyini bundan əvvəl də demişdi. İlk sual belədir. Könüllülük həqiqətən karyera qurmağa köməklik edir, yoxsa gənclərin enerjisini pulsuz istismar edirlər? Buna məncə ilk başda Ayşə cavab versin. Əvvəlcə onu bildirim ki, yəni bu suala neçə vaxt cavab vermək istəyirəm. Çünki bir çox könüllü videoların altından baxıram. İnsanlar hər bir situasiyadan mənfi cür rəy çıxara bilir. Yəni ki, belə deyim ki, yəni hər bir şeyi bir mənfi cəhətdən algılayan var, bir də müsbət cəhətdən algılayan var və mən belə bir video paylaşmışdım marafonla bağlı və demək olar ki, ona 52k izləyici izləmişdi. Orada bir neçə dəfə istismarla bağlı sözlər falan yazılmışdı ki, hə, tutalım ki, nə bilim, könüllüləri istismar edirlər, sizi hambal iş kimi işlədirlər və bununla bağlı açıqlama etmək istəyirəm ki, əslində, yəni adı üstündə könüllüdür. Yəni ora qeydiyyat qoyurlar və sən qeydiyyatdan keçirsən, heç kəs səni məcbur qoluna tutub həmin o könüllükdə mənim könüllülüyümdə mütləq ki, iştirak etməlisən deyə bir şey yoxdur. Hər şey insanın özündən asılıdır. Xoşun gəlmişsə keçməyə də bilərsən. Sadəcə mən istismar demərəm buna, çünki o doğru bir səsləndirmə deyil. Bir şəkildə belə deyə bilərəm ki, yəni səni inkişaf elətdirir, liderlik bacarıqlarını artırır. Demək olar ki, yəni bir çox könüllüklərdə olmuşam və qətiyyən istismar görməmişəm burada. Əksinə bir çox qatqısı olub. Yəni mənim də baxış bucağım belədir. Və bu məsələyə mənim fikrimcə isə açığın bilmək istəsəniz, tam olaraq tapşırılan işləri gözləmək istisna olmaqla, əlavə olaraq öz şəxsi işlərini yükləməməklə geri qalan bütün məsələlərdə könüllülük ciddi mənada yaxşı bir təcrübədir. Lakin vəzifə öhdəliklərindən əlavə olaraq işlər tapşırıldıqda və bunlara görə məsuliyyət yükləndikdə, altından da qalxa bilmədikdə cəzalandırıldıqda, cəzalandırılma necə ola bilər? Maksimum izahat yazırlar, töhmət eləyirlər və ya xitam verirlər. Bu hallar yaşandıqda həqiqətən də ciddi mənada istismar kimi baxmaq olar. Lakin tam olaraq vəzifə öhdəliklərini təhvil verdiyi bir könüllüyə təltif olunursa, bu hətta onun təcrübəsi üçün, motivasiyası üçün qat-qat daha yaxşı olacağını fikirləşirəm. Yəni ümumiləşdirsəm, əgər tapşırılan işlər həqiqətən də onun özünü inkişaf etdirməsi üçün nəzərdə tutulub tapşırılıbsa, bu könüllülər üçün, ümumi gənclər üçün kifayət qədər yaxşı bir girişimdir könüllü proqramları. Lakin geri qalan bütün məsələlərdə həqiqətən də vaxtının ciddi mənada boş yerə sərf olunmasıdır. Universitet tələbəsi üçün hansı da effektivdir? Dərsdən sonra bir təşkilatda könüllü olmaq, yoxsa elə indidən kiçik biznes və ya freelance iş qurmağa çalışmaq? Əvvəlcə onu bildirim ki, mən könüllü olmağın tərəfdarıyam. Çünki yəni biznes elə bir şeydir ki, çox risklidir. Yəni sən əgər birdən-birə biznesə başlasan, orada böyük bir maddi cəhətdən itki apara bilərsən və bu da sən demək olar ki, çökdürə bilər, motivasiyanı azalda bilər. Ona görə də sən könüllü təşkilatlarında iştirak edərək liderlik bacarıqlarını gücləndirə bilərsən, özünü maarifləndirə bilərsən digər sahələr üzrə. Məsələn, mənim olduğum könüllüdə, yəni ki, məsələn, mən yönləndirmədə də olmuşam, transportda da olmuşam və yaxud da ki, media komandasında da olmuşam. Həmin sahələr üzrə özümü də daha da inkişaf elətdirmişəm. Liderlik bacarıqlarımı artırmışam. Ona görə də ilkin olaraq universitet tələbələrə könüllülükdə birinci iştirak etməsini daha uyğun görərəm. Amma biznes baxımının mövqeyindən də ilkinə yönləndirirəm sualı ki, cavab versin. Mənim burada konkret olaraq fikrim universitet tələbəsi nəzərdə tutulduqda birinci kursu istisna çıxmaqla geri qalan 3 kurs üçün də məsləhətim universitetdən sonra kiçik də olsa bir girişim başlatmalardır. Hətta lap könüllü olmaq çox belə istəsələr, bir könüllü ilə yanaşı bunları paralel olaraq aparmaq üçün bir aksiyon almalıdırlar.
Çünki könüllü təşkilatları sənə soft skillslər qazandıra bilər. Lakin sənin bir bacarığın inkişaf eləməyibsə və sən heç bir şey bilmirsənsə, sadəcə sən qəşəng komanda idarə edə bilirsən deyə, sadəcə aksiyon durumlarını, daha doğrusu haus durumlarını yaxşı idarə edə bilirsən deyə heç kim gəlib səni işə almır. Realist olaq, bura Azərbaycandır. Burada səni konkret olaraq ciddi biznes təcrübələrinə, bacarıqlarına görə işə alırlar. Sən məsələn adi bir mühasibatlıq bacarığını inkişaf elətdirib bir iş tapmaq istədikdə, mühasibatlılığın könüllüyündə iştirak etsəniz belə eyni dərəcədə ciddi yanaşmırlar sizə. Geri qalmışdı ki, siz onun bir hazırlığına gedəsiniz. Hazırlığına getsəniz məsələn daha ciddi yanaşarlar. Ona görə burada mənim net fikrim, birinci kurs və universitetlə məktəbin arasında olan həmin bu ay kəsimi var, 3 aylıq. 3 ay maksimum 1 illik bir könüllü fəaliyyəti təcrübəsində ola bilərlər. Geri qalanında mən tamamilə biznesin tərəfdarıyam. Yıxdın sürüdümü? Üçüncü sualım budur ki, könüllü təşkilatlarına qurulan dostluqlar və networking bacarıqları həqiqətən real biznesdə işə yarayırmı? Belə deyim də, mən networkingdən bir çox yuxarı yerlərə gedəni çox görmüşəm. Mən demirəm ki, könüllü səni mütləq nazirlikdə bir işə düzəldəcək. Xeyr, əsla heç bir yerdə belə deyil. Nə də ki, mütləq bir əziyyət çəkməlisən ki, kiçik bir pillədən başlamalısan ki, böyük uğurlara addım ata biləsən. Mən də bir neçə könüllüklər var ki, onlara networking vasitəsilə getmişəm. Məsələn, mən VRO-da networking vasitəsilə iştirak etmişəm Dünya Robot Olimpiyadasında. Sonra Global Forumda iştirak etmişəm, Bakı marafonunda iştirak etmişəm. Daha sonra Miqrasiya Könüllüsü İctimai Birliyində təcrübəsi olaraq fəaliyyət göstərmişəm. Daha sonra WUF-da olmuşam. Yəni bunları demək olar ki, bəzilərini, əksəriyyətini yox, amma ancaq bəzilərini mən networking vasitəsilə olmuşam və demək olar ki, networking vasitəsilə gözümdən şahidi ona olmuşam ki, məsələn, Study in Europe-da olanda cəmiyyətçi olaraq iştirak etmişdik. Yanındakı olan məsələn universitetlərdən elə səfirlər var idi ki, onu yönləndirirdi ki, məsələn, gəl mənim universitetimdə xaricdə gəl məsələn gəzginən, gəl baxginən. Məsələn, ona müxtəlif iş imkanları yönləndirmişdi və bu demək olar ki, çox yaxşı cəhətdən networking vasitəsilə müsbət cəhətdən qiymətləndirilir. Ona görə də yəni mən bu fikirlə razıyam. Fikrə mənim baxış buzağım biraz daha sərtdir. Çünki networking üçün könüllü təşkilatlarından daha çox könüllü təşkilatı nə üçün yaranıbsa onun üçün istifadə olunmasının tərəfdarıyam. Könüllü təşkilatı sənə orada təcrübə qazandırmaq üçündür. Networking bu işin necə deyim sizə ekstrasıdır. Əgər bir networking quracaqsınızsa, bir sahə üzrə, bir biznes üzrə, könüllü təşkilatı bunun üçün başlanğıc üçün qəşəng kiçik bir xırda domino daşıdır əlbəttə ki. Amma sözün əsl mənasında böyük daşları aşırtmaq üçün, ciddi networkinglər qurmaq üçün sən ciddi yerlərdə olmalısan və ciddi biznes təcrübələrinə sahib olmalısan. Mən bu şəkildə fikirləşirəm. İndi biraz Ayşənin bütün dediklərinə təksib kimi çıxır, lakin açıq olsam bu konkret olaraq mənim teorik yox, təcrübə olaraq dediyim məsələlərdir. Çünki mən Asan Könüllü Təşkilatında iştirak etmişəm. Sadəcə bir neçə təşkilatda olmuşam və bunlardan biri Asan Könüllü Təşkilatıdır. Bunun da əsas səbəbi dövlət orqanı olması idi Asan Xidmətin. Orada qazandığım ciddi təcrübələr həqiqətən də mənim biznes karyeramda mənə çox kömək oldu və networkinglərimə də kömək oldu. Amma nə qədər kömək olduğunu gəl sənə çox qəşəng bir şəkildə izah edim. Əgər 100 dənə networking varsa, 100-də 2-sinə Asan Xidmətdəki könüllü təşkilatımdakı əlaqələr kömək oldu. Amma ki, məsələn, Ayşənin dediyində bir məsələ var ki, bir əlaqə sayəsində o xarici bir şirkətdə işə düzələ bildirir. Biri əvvəla bir yerdə işə düzəlmək istəyirsə, bu networkinglər onun üçün yaxşıdır. Əlavə olaraq da belə bir şans da yaranıbsa onun üçün, bu demək ki, o həqiqətən də bəxti gətirib və uğurlu biridir. Lakin özü sıfırdan bir şey yaradıb bir girişimini başlatmaq istəyən insan var. Deyəsən Ayşə bu fikrə ciddi təksib deyəcək. Cidden bu arada ciddi bir təksibdir. Yəni bilsən necə, yenə o şans da olsa, deyim ki, sənə o şans könüllülük proqramında oldu da. Yəni başqa yerdə olmadı ki, yəni könüllülüyün sayəsində baş verdi. Yəni mən ona görə düşünürəm ki, yəni könüllü bəlkə o şans sənin qabağına çıxa bilər. Mən düz deyir, nə qədər könüllü, məsələn mənim qabağıma şəxsən çıxmayıb da, amma ki o qızın qabağına çıxdı və yaxud da ki o şəxsin qabağına çıxıbsa, demək ki, necə deyim, yəni bəxt ondaydı və həmin dövrdə bəlkə bugünkü o qız sən ola bilərsən və yaxud da ki bugünkü o şəxs sən ola bilərsən. Ona görə də bu fürsətləri yenidən qaçırmaq lazım deyil yəni. Bəs soruşmaq istəyirəm səndən. Klonlarda bizneslərin tanıtım sərgisi var indi yaxınlarda. Və açıq olsa bu şans məsələsinə gəldikdə şans onsuz alov kimi olan insanları tapır. O qız əgər evdə oturmaq əvəzinə gəlib həmin gün könüllü təşkilatındaydısa və orada onu o şansı tapıbsa, demək ki, o kifayət qədər onsuz cəhd edibmiş və uğurlu olmuş biridir. Ola bilər ki, ona bu yaşında gəlib, bu vaxt gəlib, bizə isə gələcəkdə gələ bilər və ya nə vaxtsa gəlib dəyərləndirmişik bu yerlərdəyik. Gələcəkdə daha böyük şanslar gələcək. Bunu qoyuram kənara. Bu şans məsələsinə aksiyon alıb gedən gənclər kifayət qədər uğurludular.
Amma ki, sırf burada networking üçün istifadə eləmək məncə məntiqə uyğun deyil. İndi sualımı sənə vermək istəyirəm. Buyur. Yaxınlarda olan bizneslərin tanıtım sərgisi var. Sərgidə bir könüllülükdə yox, prosta sadəcə özün networking yaratmaq üçün bir girişimdə olub getsən. Burada sənin bir iş tapmaq ehtimalın daha çoxdur, yoxsa asan xidmətdə və ya bunun kimi bənzər bir könüllü təşkilatında bir təşkilatda işləsən, burada iş tapmaq ehtimalın daha çoxdur. Sən öz xeyrinə götürəcəksən bu sualın cavabını, amma ki mən belə deyim ki, əgər mən həqiqətən də biznesdən başım çıxmırsa, mənim orada iştirak edib etməməyim, necə deyim, yəni mənə bəlkə də mənfi təsir göstərə bilər də, və yaxud da ki, biri mənə təklif edir ki, sən gəl bu işdə işlə yenə bizneslə bağlı bir işdə. Tamam da, yəni mən biznes haqqında məlumatım yoxdursa, mən biznes haqqında bilmirəmsə, mənim o iş təbii ki də mən mənfimə doğru gedəcək, mənə bir şey qazandırmayacaq. Onsuz sənə orada girişimciliklə bağlı bir deməyəcək. Heç kim gəl bu girişimə başlasın. Amma bizneslə bağlı bir şey olacaq da. Sadəcə deyəcək ki, mənim belə bir şirkətim var və səni orada bir assistant vəzifəsinə, bir menecer vəzifəsinə təyin edə bilərəm. Çünki sənin soft skillsların və bacarıqların kifayət qədər inkişaf edib. Bu zaman səncə daha yaxşıdır, daha böyük şansın var iş tapmaq, yoxsa bir asan xidmət və ya bunun kimi bir könüllü təşkilatına gedib networking qrup oradan bir iş tapmaq? Belə deyim də, hər birimiz öz sabahımızı bilmirik ki, necə ola bilər. Bəlkə yəni o asan xidmət, yəni sabahımızı bilmirik. Bəlkə də o könüllülükdə, məsələn mən daha çox beynəlxalq könüllülüklərdə olmuşam da, qlobal olanlarda. Yəni vaxtımı daha çox onlarda keçirmişəm ki, mənim həm ingilis dilimi inkişaf elətdirsin, həm digər dillərdə, həm necə networking daha da genişlənsin, xaricilərlə necə birisi olduğunu, bütün aqressiyalara açıq olduğumu, yəni açıq şəkildə göstərə bilim də. Yəni belə deyim ki, mən əgər qlobalda iştirak edirəmsə, mənə xarici çıxışımı yaxşı şəkildə tətbiq edə bilər, necə deyim, yollarımı aça bilər. Amma o Azərbaycanda keçirilən, təbii ki də bizneslə bağlı işlər edirsənsə, təbii ki də yəni Azərbaycan üçün yaxşı bir keçərli ola bilər. Ona görə mən qlobalda iştirak etdiyimə görə, qlobal təşkilatlarda, ona görə mən təbii ki də onu seçərəm. Yəni qlobal olanı seçərəm, yəni könüllülüyü seçərəm. Ancaq ki, yəni kimə daha çox uyğunsa, mən yəni onun tərəfindən, yəni yollar açıq olsun. Bir insan nə vaxt könüllülüyü dayandırıb real pul qazanmağa başlamalıdır? Belə deyim də, bir insan nə zaman ki özünü tam rahat şəkildə, aydın şəkildə özünü hiss edirsə ki, mən artıq öz mövqeyimi tapmışam ki, hansı işlə məşğul olacağam. Çünki könüllü elə bir şeydir ki, yenə dediyim kimi, səni müxtəlif cür işlərə yönləndirirsən. Bir könüllüdə media olaraq tutalım ki, iştirak etmisənsə, digər bir könüllüdə də səni media olaraq qoymurlar. Səni qoyurlar və yaxud da transport kimi qoyurlar, yönləndirmə kimi qoyurlar və yaxud da ki, necə deyim, bəlkə qoyurlar. Sən hər işdən, necə deyim, geniş bir şəkildə öyrədirlər. Və sən nə zaman ki, özünü tam şəkildə ki, deyirsən ki, mən artıq liderlik bacarıqlarımı artıq tam rahat şəkildə idarə edə bilirəm və yaxud da ki, artıq özümü tam rahat şəkildə bir şəxsi biznesimi qura biləcəm, özümü idarə edə biləcəm, özümü tanıyıram, kim olduğunu bilirsənsə, sən əlbəttə ki, könüllülüklərə qoşulmamalısan. Artıq öz mövqeyini tapmağa doğru getməlisən. Artıq yəni necə deyim, özünü tapmalısan ki, mən bu işdə artıq iştirak edəcəm. Yəni mənə görə belədir. Qırmızı xətti budur. Mən isə bu məsələdə konkret bir rəqəm deyəcəm. 6 ay. Niyə 6 ay? 6 ay 180 gündür və 180 gündə insan konkret olaraq bir işin demosunu yaşamaq üçün kifayət qədər təcrübə qazanmış olacaq. Qazanmasa belə bunu ciddi həyata keçirib qazanmalıdır. Oyun sahasından çıxmalıdır. Könüllü təşkilatları orada sənə xırda-xırda təcrübələr verir, xırda-xırda başa salır ki, bu belə olur, bu belə olur. Bir dəfə kobud bir vətəndaşla qarşılaşırsan, onunla xoş rəftarda göstərsən, çünki sən orada öz adından çıxış eləmirsən. Həmin o dövlət orqanının və ya fəaliyyətinin, həm təşkilatın adından çıxış edirsən. Hər hansısa bir əks reaksiya, sənin hər hansısa bir əlaqən yoxdur. Həmin təşkilatın fəaliyyətində olduğun dövlət orqanının reputasiyasını aşağı salır. Və sənin bu təcrübələri hamısını bir yerdə qazanıb bitirməyin 180 gün bəs eləyəcək. Və bundan sonraki müddətdə özün aksiyon almaq üçün öz könüllü təşkilatlarından ayrılmalısan, hər hansısa bir işlətmədə fəaliyyətə başlamalısan və bunun kimi ciddi təcrübələr qazanmağa başlamalısan. Elə bilincə həyat real bir oyundur. Onun beta versiyası isə könüllü fəaliyyətlərdir ki, siz yavaş-yavaş konfor zonasından çıxasınız. Mindset olaraq da real iş mühitinə hazır olasınız. Könüllü təşkilatları məncə maksimum 2 könüllü təşkilatı və ya maksimum 6 ay ola biləcəyi bir şəkildə fokuslanmalıdır. Ondan oynası asıllıqdır. Ondan oynası getməyim. Mən belə deyim də, davam etmək istəyirəm ki, yəni hər kəsin qavraya bilmə qabiliyyəti 2 ay deyil də. Eləsi var ki, həqiqətən də onun həyəcanını aşağı salmaq uzun bir müddət tələb edir və yaxud da ki, hər kəs tənqidə açıq olmaya da bilər. Sən o könüllülüklərə qoşularaq, necə deyim, bütün insanların aqressiyalarını öyrənə bilirsən, hər cür aqressiyanı görmüş
olursan ki, məsələn biri çox emosional olur, biri səndən nə isə tələb eləyir. Özəlliklə xarici vətəndaşlarda bu daha çoxdur, yəni anlaşılmamazlıq olur və sən artıq öyrənməyə çalışırsan ki, bu insan belədir, sən onlara bəlkə sən həmin insana xoş rəftar eləyəndə onun aqressiyasına o daha da əsəbləşəcək və yaxud da ki, necə deyim, sən də bəlkə o aqressiyaya, tənqidlərə açıq birisi deyilsən və sən bunu öyrənməyə çalışırsan. Bunun üçün elə 6 ay bəs deyil. 6 ay bilər də adam nəyə xoşlayır. Belə deyim də, bir var qlobal təşkilatlar elədir ki, onlar 6 ay olmur da. Məsələn 1 həftə olur, 10 gün olur. Hə, mən nə dedim 6 ay bilirsən? Yəni məsələn deyirəm, mənim ağzımdan düşmür. Mən könüllü təşkilatında Asan xidmətdə olmuşam. Asan, Dost, Woof, Kop hamısı bir yerdə ümumi olaraq bu adam deməlidir ki, mənim karyeram da, portfolyom da 6 aylıq bir könüllü təşkilat. Mən elə bildim ki, sən bir dənə könüllü nəzərdə tutursan və onun 6 aylıq müddətini göz önündən keçirirsən. Yəni ümumi olaraq həyatı boyunca ola biləcək karyerasında 6 aylıq bir təcrübə prosesi olur. Ola bilər əslində. Yəni hər kəsin öz baxış bucağı ayrıdır. Bu arada dostlar, qabaqcadan onu deyim ki, yəni mən fərqli düşünürəm, İlkin fərqli düşünür. Ola bilər ki, siz tamamilə fərqli düşünürsüz. Yəni biraz bunları şərhlərdə bildirin. Çox da ignor eləməyin. Amma məncə sən də məndən razılaşarsan ki, bir insan 6 aydan daha uzun bir müddət könüllü təşkilatında qalması biraz onu sıxa bilər. Ola bilər əslində, insana fərqlidir. Biznes qurmaq istəyən birinin könüllü təşkilat rəhbərliyindən öyrənə biləcəyi bir şey var. Belə deyim də, mən əslində bu fikri gəlin ikimiz bir yerdə cavab verək. Çünki bilirsən necə, mən biznesdə olmamışam deyə, ona görə də mənim sırf öz yönümdən cavab verməyim biraz yanlış olar. Ona görə müddətli könüllülükdə olmaq. Ona görə də ikimiz bir fikri ortaya qoyaraq gəl deyək ki, məsələn, təbii ki də liderlik qabiliyyəti yenə deyirəm, artırır və sən çox insanlarla işlədikcə istər-istəməz biznes elədir ki, daim insanlarla kontaktda olursan. Və yəni kontaktda olduğun müddətdə müştəri nə istəyir, müştərinin marağı nədədir və yaxud da ki, insanların düşüncələri nədir? Demək olar ki, yəni Azərbaycan xalqıyıq da, yəni yəni bütün düşüncələr demək olar ki, eynidir mentalitet baxımından. Deyirəm məntiqidir. Məntiqidir, hə. Azərbaycan xalqıyıq da, demək olar ki, yəni düşüncələrimiz hardasa aşağı, yuxarı, alt üst-üstə düşür. Ona görə də yəni düşünürəm ki, tutalım sən könüllü olduğun müddətdə təbii ki də yəni həmin insanların fikirlərini də o yöndən istifadə edə bilərsən ki, məsələn insanların marağını öyrən də ki, o insanın marağı nədir, gələcək karyerası nədir, biznesə marağı varmı, satışa marağı varmı və yaxud da ki, satış olaraq nə istəyir, yəni və yaxud da gələcəkdə nə yaratmaq istəyir. İnsanların fikirlərini üst-üstə qoyduqca sən özün də o fikirləri bir araya gətirərək hər tərəfli şəkildə biznesi yarada bilərsən. Ona görə mən bu cür düşünürəm. Açıq Ayşənin dediyinə %100 katılıram. Çünki iqtisadiyyat nə üzrə qurulub? İqtisadiyyat bilirsən tam olaraq insanların davranışlarını, alış-verişlərini, bu xərcləmələrini analiz eləyir və bunlara uyğun metriklər, statistikalar çıxardıb insanların necə deyim, davranışlarını öyrənən elm sahəsidir. Bunlara uyğun da sonra bu analizlər vasitəsilə insanların alış həcminə uyğun məhsullar da yaranılır, yeni məhsullar test olunur. Yəni adi bir örnək deyək. Bir insan 365 gün bir ilin hər günü evinə 2 dənə çörək alırsa, növbəti 365 gündə ilk günü hər evinə neçə dənə çörək alırsan? Yine 2 dənə çörək alacaq. Məntiqsel olaraq davranışlar bu şəkildədir. Hətta bunu tarix təkrarlanır deyə bir terminlə birləşdirirlər ki, bu günləri trading bazarlarının böyük hissəsi bu məsələlər üzərində qurulub, təkrarlanan alış-veriş həcmləri üzərində qurulub. Amma indi gəlsək ki, real biznes təcrübələrinə könüllü təşkilatlarındakı biznes idarəçiliyinin nə qədər təsiri var desəm, çox ciddi təsiri var. Adicə öz təcrübələrimdən desəm, ilk səfər idarə heyətində olduğum komandayla, 20 nəfəri eyni anda idarə etdiyim komandayla, bu günləri idarə heyətində olduğum biznes komandamda eyni sayda adam olsa, ki daha çoxdur, rahatlıqla idarə etmək olur. Çünki oradakı 20 nəfər mənim ilk təcrübəm idi və o 20 nəfərin yeri mənə 200 nəfər, 2000 nəfər kimi gəldi. Amma hal-hazırda idarə etdiyimiz 38 nəfər, 40 nəfərlik komandalar bizə rahatlıqla 3-4 nəfərlə danışıq kimi gəlir. Çünki bunların hamısının bazasında olan məntiq eynidir. Kütləni idarə etmək üçün müəyyən segmentlər var. Bunlara nəzarət etmək bəs eləyir. Və açıq olsam bu məsələdə konkret olaraq Ayşəyə qatılıram ki, həqiqətən də könüllü təşkilatlarındakı böyük komandaları idarə etməklə biznesdəki böyük komandaları idarə etmək eyni məntiqə dayanır. Çünki ikisində də insanla işləyirsən. Mən də çox xoş oldu ki, fikrimə qatıldın. Axır ki, sonda dostluq qazandı, sülh qazandı. Təşəkkür edirəm. Mən çox sağ ol deyirəm Ayşə bu günlərə mənə qatıldığın üçün. Və sonda mən bir söz demək istəyirəm. Yoldaşlar, heç bir şey eləməkdənsə, bir şey eləmək yaxşıdır. Yəni könüllü təşkilatlarında başlamaq və ilk aksiyonunuzu almaq, yəni ilk mərhələ üçün ciddi mənada yaxşıdır. Hətta Asan xidmətə bunun üçün dönə-dönə məsləhət görürəm. Çünki Asan xidmət bir dövlət orqanı olduğu üçün orada qazanacağınız təcrübə Asan xidmət reklam olundu burada. Qətiyyən. Mənim burada indi qrup rəhbərləri bu mövzuları izləyəndən sonra Hiss elətməyin, nəsə var burada ona görə.
Hər birinizə xoş izləmələr inşallah. Bəyənmirsinizsə şərhlər bölməsində öz fikirlərinizi bildirməyiniz mənim üçün çox xoş olar. Əlavə olaraq da onu bildirmək istəyirəm ki, dostlar heç bir şey etməkdən çəkinməyin. Əgər sənin ağlında həqiqətən də bir şey varsa, onu etmək, yəni ona sadəcə addım atın. Sizə onu bildirim ki, kiçik addımlar böyük imzalara əl atır. Ona görə də heç bir şeydən çəkinməyin. Sadəcə sizin addım atmağınız və dəstək görməsəz belə özünüzə motivasiya verməyiniz hər şeyi həll edir. Ona görə də dinlədiyiniz üçün təşəkkür edirəm. Sənə də çox böyük təşəkkür edirəm ki, məni bu videoya dəvət etdin.